Azərbaycan xalqı növbəti dəfə Fələstinə dəstək mitinqi var. İsveçrənin Berlin şəhərindədir. Nə qədər insan var. Təbii ki, mən də gəlmişəm, plakatlar çıxartmışam. Bu kadar insan, Avropa, əsl Müslüman Avropadır. Əsl Müslüman Avropadır. Bunun arkası gəlir Azərbaycan xalqı. Əsl Müslüman Avropadır. Bunlar cənnəti kazanmış insanlardır. Azərbaycanın bugün 95%'den çoğu Müslümandır. Ama Müslüman kardeşleri orada qətl edir İsrail tərəfinə. Səslərini çıxarmırlar. Ama görün, dini Müslüman olmayan, cavur dediğiniz İsveçre halkı görsünüz. Bir grup oraya gitti, diğer grup bu kadar insan, təxminən 2000-3000 insan bugün Qəzzadakı soyqırım üçün səsimizi ucaldırıq. Siz də səsinizi ucaldın. Bu kadar insan İsveçre'nin mərkəzində miting təşkil edir. Qəzzaya etiraz edir. 21 bindən çox uşaq ölüb. Ey Azərbaycan xalqı. 21 min uşaq. 21 min. O uşaqların yerine sən öz balamı qoy. Bunlar həqiqətən bugün yeryüzündə cənnəti kazanmış insanlardır. Müslüman değiller ama sizin o din kardeşlerinizi qətlə yetirənlərə etiraz edirlər. İsrail'e etiraz edirlər. Terörist İsrail. Sen de etiraz elə. Elinde Fələstin bayrağından plakat düzəl. Çıx. Etiraz elə. O soyqırıma etiraz elə. Çünkü bir gün İsrail Azərbaycanı da işgal eləyəcək. Bunu deyin, bilin. İsrail işgalçı devlettir, terörist devlettir. İsrail bəşəriyyətin düşmənidir. Yeryüzünün düşmənidir. Siz de bakın. Bunlar kimi olabilirsiniz. İtiraz edin.